millətlər arasında, uğurlar arasında yeni bir içki sahəsinə yol açan bir üsul da, bir texnik də inkişaf etdirmişlər, məşhurlaşdırmışlar hətta. Damıtma texniki idi bu, distillə texnologiyası idi. Və bu mayenin komponentlərindən ayrılıb təmizlənmək üçün buxarlanması, sonra isə qatılaşdırılmasını tələb edən bu prosesin mənşəyi əslində kifayət qədər qədimdir. Şimali Mesopotamiyada biz bunu görürük. Miladdan öncə 4-cü minilliyə aid sadə bir damıtma distilli avadanlığına rastlanmışdır və daha sonra da mixi yazılı kitabələrdən anlaşılmışdır ki, bu avadanlıq parfüm hazırlanmasında istifadə olunur. Əslində parfüm tarixində danışmaq maraqlı olardı. Və Yunanlılar və Romalılar da bu texnologiyaya bələd idilər. Məsələn, Aristotel qaynayan duzlu suyun qatılaşdırılmış buxarının duzlu olmadığını qeyd edir və daha sonra da ancaq 8-ci əsrdə ərəb dünyasında və kimyanın atalarından biri olaraq sayılan ərəb elm adamı Cabir bin Xəyyan damıtma texnologiyasını davamlı bir formada şəraba tətbiq etdi. Bin Xəyyan imbik deyilən və təcrübələrdə şərabın və digər maddələrin damıtılmasında istifadə edilən daha inkişaf etmiş, təkmilləşmiş bir damıtma aygıt aparatı inkişaf etdirir, təkmilləşdirir və şərabı damıtmaq onu daha da sərtləşdirir. Çünki alkolun qaynanma dərəcəsi bilirsiniz ki 70 dərəcədir, suyunku isə 100 dərəcədir. Yəni alkolun qaynatma dərəcəsi suyunkundan daha aşağıdır və belə bunun üçün də şərab yavaş-yavaş isindikcə maye qaynamağa başlamadan daha öncə buxar üzə çıxmağa başlayır və alkolun qaynama nöqtəsi daha düşük, aşağı olduğu üçün bu buxarda qaynatılmadan öncəki o mayedə çox daha artıq alkol və çox daha az su olur. Və bu alkolla buxarı alıb qatılaşdırmaq şərabdan daha çox alkola sahib bir maye əmələ gətirir. Amma ki, bu maye saf alkoqol deyil. Çünki 100 dərəcə altında biraz su da və başqa maddələr də buxarlaşır bilirsiniz. Amma yenidən damıtılma ya da təmizlənmə yolu ilə alkoqol dərəcəsi artırıla bilər.